Salam hörmətli müəllimlər, dəyərli həmkarlar. Mən Leyla Allahverdiyeva. Bu günlərim sizə 7-ci sinif texnologiya kitabının 13-cü mövzusu olan fenin quruluşu və iş prinsipi haqqında məlumat verəcəm. Bilirik ki, müəllimlər, yəni 19-cu əsrin sonlarına doğru artıq elektrik enerjisi kəşf olundu və belə deyək, həmin bu kəşflə əlaqəli bir çox əşyalar artıq elektrik formasında hazırlanmağa başlanıldı. Hansı ki biz bir neçə dərs bundan əvvəl öyrəndik. Elektrik çaydanlıqları, ütü, həmçinin də fen də elə 19-cu əsrin sonlarında icad edilmiş bir elektrik əşyasıdır. Fenin nə məqsədlə belə deyək ki, icad etdilər. Fendən təbii ki, nəm saçların qurulması üçün belə deyək, fen icad olundu və belə hər bir fenin də özünə məxsus öz quruluşu, həmçinin daxili quruluşu da özünə məxsusdur. Fenlər ümumilikdə müəllimlər 2 növdə olur. Bax, fenlər neçə növdə olur deyə sual düşərkən 2 növdə olur. Məişət fenləri və bir də inşaat fenləri. Bugünkü dərsimizin gedişatında biz məişət fenlərinin nə məqsədlə istifadə olunduğu, onların quruluşu necədir, hansı hissələrdən ibarətdir, bax bunlar haqqında öyrənəcəyik. Deməli, müəllimlər, yəni bilirik ki, məişət fenlərini biz hər birimizin evimizdə istifadə etdiyimiz, saç qurutmaq üçün istifadə etdiyimiz fenlər məişət fenlərinə daxildir. Və belə deyək müəllimlər, bunların da əsasən xarici görünüşləri bir-birinə yaxındır da, yəni bir-birinə oxşuyur bütün saç qurudan fenlərin xarici görünüşləri. Bəzən onlar ki, çox cüzi məsəl ölçüsündə böyüklük, kiçiklik bu baxımdan bir-birindən fərqli görünə bilərlər. Həmçinin də bax belə deyək, bizdə burada bir sistemdə saç qurudan fenlərin belə deyək, daxili quruluşu haqqında hansı hissələrdən ibarətdir, həmin hissələri göstərilib. Deməli, onun qoruyucu torudur, hansı ki, bu hissədə həmin bu torun art hissəsində isə filtr yerləşir. Daha sonra belə deyək, həm də ümumiyyətcə fen, bu saç qurudan fenlər bir tapanca şəklinə oxşuyur, tapancaya oxşuyur. Yəni ki, görürük ki, silah, odlu silah növü olan tapanca şəklindədir və bunun demək ki, ventilatoru var, hansı ki, bax bu qoruyucu torun içəri daxili hissəsində elektrik mühərriki təbii ki var. Bütün elektrik cihazlarında olduğu kimi elektrik mühərriki var. Qızdırıcı elementlərdən ibarətdir. Daha sonra istiyə davamlı tutqacı var, hansı ki bu hissə, təbii ki bu hissə bilirik ki ütüdə müəyyən istilik yaranır ki, o bizə belə deyək saçımız qurudur. Həmin bu istilik təbii ki biz onun tutqac hissəsi fərqli istilik keçirməyən, istiliyə davamlı olan bir materialdan olmalıdır ki, o qızıb bizim əlimizi yandırmasın. Daha sonra istilik qoruyucunun açarıdır. Təbii ki hər bir belə deyək elektrik əşyasında bir elektrik açarından ibarətdir ki, belə deyək ki, o istiliyi tənzimləsin və istənilən belə deyək temperatura onu belə deyək uyğunlaşdıra bilək. Daha sonra elektrik açarı var. Daha sonra kontakt qəlib, sıxıcı lövhə və belə deyək bu hissədə isə onun şnurunun borucuq hissəsi var. Daha sonra ümumilikdə müəllimlər, yəni fen necə bir iş prinsipi var, bundan danışaq. Fenlərdə nə baş verir? Qızdırıcı element və ventilator boru kəsiyinin daxilində yerləşir. Rahatlıq fenin gövdəsinin üzərində elektrik düyməsi olan həmin bu bayaq ki dedik ki, tapanca şəkilli dəstək. Bax, həmin dəstəkdə edilir. Yəni, orada bir belə deyək, onun bir elektrik açarı var və o düymə vasitəsilə, elektrik düyməsi vasitəsilə biz feni həm dərəcələrini tənzimləyə bilirik, həm də söndürüb açmaq belə deyək funksiyasını yerinə yetirir həmin düymə, elektrik düyməsi. Daha sonra nə baş verir? Daha sonra içəridə hansı ki biz belə deyək, həmin ütünü elektrikə qoşduq və düyməni belə deyək açdıq ki, belə deyək dövrəni yəni qapadıq. Elektrik enerjisi daxil oldu fenin daxil
daxilinə və bu zaman nə baş verir? İçəridə bir hava kütləsi yaranır. Həmin hava kütləsi belə deyək, qızdırıcı elementin əhatəsindən keçir. Qızdırıcı elementimizin şəkli bu hissədə də verilib müəllimlər. Görə bilərsiniz. Yəni spiralvari belə deyək, bir qızdırıcı elementdir ki, həmin bu qızdırıcı elementin belə deyək, hava bu belə deyək, həmin bu ventilyator, hansı ki bu arxa hissədəki ventilyator var idi. Həmin o ventilyatorun pərləri belə deyək, hərəkət eləyir. Havanı çöldən, soyuq havanı götürür, ötürür. Bu daxilində ventilyatorun qarşısında isə elektrik mühərriki yerləşir. Daha sonra qızdırıcı element. Həmin bu ventilyator çöldən götürdüyü havanı ötürür qızdırıcı elementə. Artıq qızdırıcı element, bax bu element həmin bu soyuq havanı soyudur, isidir daha doğrusu və belə deyək, fenin uc hissəsinə doğru üfürərək elə saçlarımızın qurumasını təmin edir. Bu bizim oldu, belə deyək, yəni fenin iş prinsipinə daxil oldu. Daha sonra bircə dəqiqə müəllimlər. Daha sonra nə baş verir? Daha sonra ümumiyyətcə fenin dedik ki, bayaq da vurğuladıq ki, yəni onun əsas iş prinsipi elə saçları qurutmaqdır. Amma bu o demək deyil ki də, yəni elə sırf saç qurutmaq üçün. Çünki müasir fenlərin əksəriyyəti var ki, onlara uyğun başlıqlar, uyğun ucluqlar taxdıqda, yəni müəyyən belə deyək, saçları həm hamarlaya bilir, belə deyirik. Ona adətən düzləşdirmə deyirik, hamarlama, müəyyən buruq formaları, yəni bir neçə belə deyək, funksiyanı yerinə yetirə bilir. Amma bir şeydə diqqət yetirmək lazımdır ki, biz saçları qurutmağına, belə deyək, fen saçları qurutmaq qabiliyyətinə malik olmaq üçün onun tərkibində 60 dərəcə temperatura malik olan hava axını yaranmalıdır ki, o fen belə deyək ki, artıq bizim saçımızı quruta bilsin. Bax, bu hissəni də yadımızda saxlayırıq. 60 fenin daxilində 60 dərəcə temperatur gücü yaranmalıdır ki, o bizim saçlarımızı qurutma qabiliyyətinə malik olsun. Daha sonra müəllimlər, bir də bizim burada təhlükəsizlik qaydalarımız da var ki, bircə dəqiqə, təhlükəsizlik qaydalarımız var ki, yəni ən əvvəl bax, yəni bir neçə il bundan əvvəl MİQ suallarından biri idi ki, fenlə saç qurudan zaman fenlə baş arasında olan məsafə nə qədər olmalıdır? Bu 15-20 sm məsafədə olmalıdır. Həmçinin bir şeyə də diqqət etməliyik ki, müəllimlər, yəni fenlə saç qurudarkən bir nöqtədə feni 2 saniyədən artıq saxlamaq olmaz. 2 saniyədən artıq saxlamamalıyıq. Həmçinin də bu daha doğrusu fenlərin şnurları elastik olmalıdır. Niyə elastik olmalıdır? Çünki bilirik ki, biz onu feni belə deyə sağa, sola, saçımızın arxa hissəsinə keçiririk, ön hissəsinə müəyyən belə deyə hərəkətlər elətdiririk. Bax, bu hərəkət elətdirərkən o hansı ki şnurun üzərindəki izolyasiya, dedik ki, şnur nə idi? Üzəri izolyasiya olmuş məftil idi. Həmin o izolyasiya təbəqəsi çatlamasın, burulmasın, qırılmasın deyə həmin fenin belə deyək, şnuru elastik olmalıdır, dartılan, belə rahat şnurla olmalıdır. Daha sonra təbii ki, ümumiyyətcə bilirik ki, bunu biz ütüdən, elektrik çaynikinin istifadə qaydasından da öyrənmişdik ki, elektrik əşyalarına ümumiyyətcə nəm əllə, sulu əllə toxunmaq olmaz. Onu belə deyə elektrik çəngəlindən o cür, yəni yaş əllə çıxartmaq olmaz. Həmçinin də belə deyək, bizi cərəyan, yəni də zədələyə bilər və bu zədələməsin deyə biz bu işlərə diqqət yetirməliyik və elektrik çəngəlindən də feni çıxardarkən çalışmaq lazımdır, şnurdan tutub dartmaq yox, yəni çəngəlin belə deyək, qəlib hissəsindən tutaraq ehtiyatla ayırmaq lazımdır onu cərəyandan. Daha sonra bircə dəqiqə müəllimlər, daha sonra bir də müəllimlər, bəzən olur ki, fenlər müəyyən müddət işlədikdən sonra onlarda belə bir saç iyi gəlir, xoşa gəlməz qoxu olur, həmçinin fen belə deyə baxırıq tez qızır əlimizdə. Bax, bu hadisələrin baş vermə səbəbi odur ki, fenin filtri artıq belə deyək də çirklənibdir. Müəyyən orada saç qırıqları, toz yığıntısı baş verir və bu da bizim işimizi həm fenin qızmasına səbəb olur, həm də belə deyək, pis qoxu bizi narahat eləyir və bunu da aradan qaldırmaq üçün təbii ki, biz belə deyək, filtri açmalıyıq, onu çirkdən təmizləməliyik. Təbii ki, bunu
bir fırça belə deyək, köməyi ilə yerinə yetirə bilərik. Bu bəzən ola bilər, diş fırçası da ola bilər ki, bax bundan da istifadə etmək olar. Və yaxud da xüsusi belə deyək, saç qırıqları olur ki, gedir həmin filtrə ilişir. Onları isə nakkaşla çıxartmaq, götürmək də mümkündür. Adətən çox fenlərində həmin o filtr belə deyək, qoruyucu torun alt hissəsində yerləşir ki, yəni bu da asanlıqla təmizləməyə bizə köməklik edir. Ümumiyyətlə filtrləri təmizləmək üçün hər 3 aydan bir çalışmaq lazımdır ki, fenin filtr hissəsini təmizləyək ki, belə deyək, fenimiz həm tez xarab olmasın, belə deyək, sıradan çıxmasın, həm də bizə belə deyək, narahatçılıq yaratmasın deyə bu işi yerinə yetirmək lazımdır. Çünki yəni əgər bu filtr təmizlənməsə, mühərrik yana bilər. Çünki yəni feni qızdırır və o çox yüklənir. Bu baxımdan belə müəllimlər, bugünkü dərsimiz bu qədər.